Ölkədən çıxıb gəlmək deyim saatdan Bakıda 5000 manat verilsə, Sağ ol. Bakıda ya biz artıq qayıtmaq istəmirik. Çünki burada çıxmaq indi pulla qazanırıq qardaşlar. Onda deyil, rahatı. Həm də mənəvi biraz rahat olandan sonra Vüsal özü 1 il yarımdır artıq Avropada yaşayır, amma o başlıqda o da deyirdi ki, gedək də qayıdaq vətənə, vətən yaxşıdır, hamı tanıyır, bütün iştirak bilirik. Amma indi deyirsən, yox edir, o da getib probkada qalır, həm nəyinə, sıxılır, istəmir. böyük dərdin əsası probkadır mən bilirəm. Bakıdakı probka düzəlsə və Nizat Yox, tək o da deyil, amma sən burada məsələn yol polisi səni saxlayıb havaqsa deyib ki, qaradan qalım. Heç demədim şeyindən. 20 ver, sən qoşa xətti kəsmirsən. Ya deyə çıx ki, düz var, burada var, yəni olubdu ki, uşaqlar böyük rüşvət veriblər, amma kiçik belə adamı əsəbləşdirmirlər də, bildin? Yəni səhv eləyəcəksən, ya gəlib cəriməvi yazacaqlar, ya da ki, ümumiyyətlə saxlamayacaqlar. Burada da xırdalığa da gedilmir, qayda qanuna. Polisin qabağında pavorotnik vurmadığın və yaxud qoşa xətt tapsalar, keç qabağında 90% dəymir. Elə demə, indi hamı başlayacaq. İndi hamı başlayacaq. Eləyirlər, çox ciddi qayda qanun sərt eləyirlər polislər. Bir mən şeydə gələm, dayanmışam, belə telefonla oynayıram, işıq var da. Sən demə yanımda gəlib baxır mənə. Mən fikrim burada birdən belə olan. Siqnalı belə verirlər. Amma saxlayıb heç demədi, hə? Heç nə demədi. Belə baxdım mənə, dedi ki, yığışdır, mən dedim ki, oğlum.